İlk öncə onu deyim ki, yüksəliş müsabiqəsi ali təhsili olan hər bir şəxsin iştirak eləyə biləcəyi bir müsabiqədir. Və bu müsabiqədə toplam 5 mərhələ var. İdarəetmə mərhələsindən, idarəetmə təcrübəsindən bağlı deyim ilk öncə. İdarəetmə təcrübəsindən bağlı bizə çox sual gəlir. İdarəetmə təcrübəsi belədir ki, sizin əgər bir bacarığınız varsa idarəetmə sahəsi üzrə, bu yaxınlarda sizinlə bir videoda paylaşmışdım ki, orada yüksəlişin özü də rəsmi şəkildə də bildirir ki, kompüter arxasında oturub hər hansısa bir sistemlə işləyirsənsə belə, onun özü belə bir idarəetmədir. Nəinki insanlarla işləyən bir şəxs, nəinki müəllimlər, həkimlər, mütəxəssislər və s. və s. Demək olar ki, 99,99% hər kəs iştirak edə bilər. Təcrübəniz olmadan da qalib olanlar var. Və onlar üçün də bütün hər bir şey keçərli olmuş olur. Müsabiqə toplam 5 mərhələdən ibarətdir. Aprel ayının 16-sına qədər qeydiyyat mərhələsidir. İndidən deyim, hər kəs diqqətlə qulaq asın, təkrar eyni suallara baxmayaq məncə. İlk olaraq aprel ayının 16-sına qədər qeydiyyat mərhələsi olacaq. Kimlər ki qeydiyyatdan keçməyibsə, mütləq şəkildə qeydiyyatdan keçsinlər. Qeydiyyatdan keçməkdə çətinlik çəkən yoldaşlar mütləq şəkildə şəxsidən mənə yazar, köməklik göstərərəm. Fərqi yoxdur kimliyindən asılı olmayaraq. Qeyd edim ki, müsabiqənin ilk mərhələsi haqqında rəsmi məlumat hal-hazırda yoxdur. Amma təxmin olunur ki, aprel ayının təxminən 16-sı qeydiyyat bitirsə, 20-si, 25-i arası da ilk imtahan olması yəqin gözlənilir. Yəni, əvvəlkilərin təcrübəsinə əsasən deyirəm. Və ilk mərhələdə bizi nə gözləyir? Ümumi bilik imtahanıdır. Dünya görüşüdür. Burada bizə 4 blok üzrə Azərbaycan, dünya, tarix, coğrafiya, iqtisadiyyatı. Sonra idarəetmənin əsasları, əvvəl hüquq konstitusiyaydı, indi idarəetmənin əsaslarıdır. İdarəetmə əsasları üzrə və müasir trendlər, son dövrlərdə Azərbaycanda və dünyada baş verən hadisələrlə bağlı suallar düşür. Toplam 100 sualdır, onlayn olur, kompüterlə, evdən, işdən, tamamilə sakit və səssiz bir yerdən imtahana daxil olursunuz. Əvvəlki illərdə olan prosesi deyirəm. Kamera hər il bağlı olub, səs hər il bağlı olub. İndi bəzi məsələlərlə bağlı deyənlər olacaq ki, müəllim, tam səmimi deyirəm, Google-dan istifadə edə bilərəm, başqa vasitələrdən istifadə edə bilərəm. İstifadə edənlər olub, amma istifadə edib kəsilənlər də olub. İmtahandan kənarlaşdırılanlar da olub. Bunu da deyim sizə. Ona görə mütləq şəkildə çalışıb özünüz həmin mərhələdən keçməyiniz məsləhət görülür ki, yəni biliklərə sahib olub keçmək daha yaxşıdır, daha alternativdir, nəinki digər vasitələr ki, onları da əgər yüksəliş aydınlaşdırarsa, avtomatik olaraq kənarlaşdırır. İlk mərhələ ümumi bilik imtahanıdır. 60 bal keçid balıdır. Dediyimiz kimi onlayn şəkildə olur. İkinci mərhələ analitik təhlil mərhələsi, məntiq mərhələsidir. Bunu bizim kursumuzda mən tədris edirəm. Analitik təhlildə 3 blok üzrə suallar olur. Və 25-25-25 şəklində bölünür. Əvvəlki illərdə düzdür, sayları da dəyişib, hər ildən ilə sistemləri də dəyişib. Amma bunu deyim ki, son keçən il olan prosesi deyirəm ki, hərəsindən 25 dənə sual. 25 abstrakt, 25 verbal və 25 rəqəmsal. Bizim də elə sözün yeri gəlmişkən hər həftə sonu sınaq imtahanlarımız olur. Qrupda da, ümumi qrupda da məlumat bölüşürəm. Və burada həm dünya görüşündən, həm də analitik təhlildən müsabiqədə necədirsə birə-bir formatda sınaqlar təşkil edirik. Ki, əsas orada təcrübə hissəsi, praktika hissəsi çox önəm daşıyır. Nəinki kör-kəranə gedib imtahana girmək. Və o sualların içərisində birə-bir yüksəlişdə istifadə olunma ehtimalı olan əvvəlki illərdə düşən suallar ki var, onlara oxşar və bənzər suallar əsasında hazırlanır. Ki, yəni bu cür sual düşüb. Əvvəlki illərdə ona oxşar bir sual düşüb. O sualı yaza bilirsənsə, deməli onu da yaza bilirsən. Və qəbulların izahları da inşallah imtahandan əvvəl olacaq. Bu öz yerində. İkinci mərhələdə 75 sual. Hər deməli blok üzrə 25. 25 abstrakt, 25 verbal, 25 rəqəmsal üzrə olur. Nədir bunlar? Abstrakt şəkillərdir, fiqurlardır.
Magistraturaya dövlət qulluğuna hazırlaşan namizədlər 90% bilirlər bunu. Burada fiqurlarla bağlı fiqurların ardıcıllığı, fiqurların cədvəl içərisində verilməsi, məna baxımından fiqurların əlaqə qurulması və əlavə olaraq yüksəlişin özünə məxsus bir neçə sual tipləri də var ki, bunlar da abstraktda daxildir, şəkillərlə bağlı olan suallardır. 25 sual da düşür. İkinci verbal deyim. Verbalda 5 mətn düşür və hərəsində 5 sual olmaqla. Toplam 25 sual. Üçüncü rəqəmsaldır. Rəqəmsal nədir? Ədədlərlə bağlı olan suallar. Faizlər, diaqramlar, histogramlar, qrafiklər. Əsas hissəni bunlar təşkil edir. Cədvəllər, bunlarla bağlı olan suallardır. Və bu hissəni də daha yaxşı işləməyiniz üçün mən özüm hazırladığım bir şey deyim sizə ki, kitabımız hal-hazırda hazırlanır və ümumi qrupda da sizinlə məlumat bölüşəcəm. Ki, kitabımız birə-bir yüksəliş formatında həmin o ədədlərlə, faizlərlə, diaqramlarla, qrafiklərlə mükəmməl şəkildə işləməyinizi tənzimləməyimiz üçün bu kitabı hazırlayırıq ki, bu kitabı da bizlə hazırlaşan namizədlər üçün tamamilə ödənişsiz təqdim etmiş olacağıq. Dərs gedişatlarında o sualların hər birini tək-tək izah edib, hansı sual tipindən hansı ildə düşüb onu demiş olacağıq. Bu öz yerində. İndi kənar namizədlər üçün bir şeylər düşünəcəyik. Bunlar öz yerində. Nəyə görə deyirəm bunu? Əsas məsələ. Bilin ki, yüksəlişdə nə düşüb, nə tipdə düşür, tipini bilin, gedin ora. Ora düşən sualları heç kəs bilə bilməz. Və bizim yüksəlişlə heç bir rəsmi bağlılığımız yoxdur. Bunu deyim, hər kəs bilsin. Sadəcə gedəndə qarşılaşacağın təxminən sual tipini əvvəlcədən görsən, sənin orada zaman qazanmağın və vaxt qazanmağın və praktikan nə qədər çoxdursa, o qədər sənin üçün yaxşı olacaq. Bu öz yerində. Rəqəmsal hissəni keçdik, abstrakt verbal hissəni keçdik. Bu oldu bizim analitik təhlil mərhələmiz. Analitik təhlil mərhələsində qiymətləndirmə T-bal şkalasına əsasən hesablanır. Suallar 2, 4 və 6 ballıq suallarla qiymətləndirilir, ağırlıq səviyyələrinə görə. Və toplam 300 ballıq bir sistemdir. Təxminən əvvəlki illərdə keçid balı ildən ilə dəyişir. T şkalası odur ki, ən yüksək bal yığanlar növbəti mərhələyə keçir və təxminən 300-dən 200 balı keçənlər növbəti mərhələyə keçmiş olublar, amma ildən ilə dəyişir. $200, 190 da, 180 də, 210 da, 215 də budur. Bu da statistikadan asılıdır. Analitik təhlil mərhələsi budur. Üçüncü gəlir idarəetmə mərhələsi. İdarəetmə səhv düz aparmır. Və baxam, səhv düz aparmır. Üçüncü mərhələ idarəetmə mərhələsidir. İdarəetmə mərhələsində sizə keçən il olan prosesi deyirəm. Aysel xanım, analitik təhlil mərhələsi əyani olur. Yaşadığınız yerə yaxın məktəb və yaxud universitetdə, onun zalında kompüterlə gedirsiniz, əyləşirsiniz və testləri yazıb gəlirsiniz. Əyani şəkildə. Üçüncü mərhələ idarəetmədir. İdarəetmə mərhələsində siz 122 sualı cavablandırırsınız. 62 emosional zəka, 60 sual isə situasiya mühakimə testləri. Və bu 122 sual yenə T şkalasına əsasən hesablanır. Əyani şəkildə olur və dimin binasında keçirilir. Naushniklər verilir, taxırsınız qulağınıza, orada düşən sualları da cavablandırmış olursunuz. Dördüncü mərhələ. Bu mərhələ komanda ilə işləmə bacarığının yoxlanılmasıdır. Yəni 6 nəfərlik komandalarla, bir sözlə deyim, xəmsə tipli tanış olacaq sizə ki, komanda ilə işləmə bacarığınız sizin hansı səviyyədədir? Yəni siz hansısa bir кейslər üzərindən çalışa bilirsinizmi komanda yoldaşlarınızla? Bunlar yoxlanılır. Əyani şəkildə olur təbii ki. 5-ci mərhələsi final mərhələsidir, müsahibə mərhələsidir. Bu mərhələdə də sizin şəxsi bacarıqlarınız nə qədər yüksəkdir, siz hansı səviyyədə bir rəhbərsiniz, hansı səviyyədə müəssisəni idarə edə bilərsiniz, bu yoxlanılır. Qeyd edim ki, birə-bir siz yüksəlişdə yarım finala və finala qədər gəlsəz, Azərbaycanda elə bir yarış, elə bir müsabiqə yoxdur ki, mən elə düşünürəm ki, indi özüm bura hazırlıq keçirəm deyə demirəm. Elə bir müsabiqə yoxdur ki, yüksəlişdən daha yüksək olsun. Çünki yüksəlişin finalına, yarım finalına qədər gəldinizsə, dövlət qulluğunun sertifikatlarının hamısını ötüb keçir. Siz təsəvvür edin. Və birə-bir işlə təmin olunmalar. Hətta hər şeyi qoydum bir kənara. Gözəl insanlar, burada
Tanışlıqlar özləri hər şeyi, bir məsələ var deyir, düzgün ünsiyyət bacarığı hər şeyi həll edər. Və burada düzgün ünsiyyət qura biləcəyiniz insanlarla tanış olursunuz. Çünki hər biri rəhbər şəxslərdir. Siz gedib qalib olmasanız da belə finalda tanış olduğunuz, münasibətiniz olan komanda yoldaşınız haransa rəhbəridir, sizin orada işləmə şansınız kifayət qədər yüksək olur. Yarım final və finala qədər və elə qaliblərin də mən videolarını sizlə bölüşmüşdüm. Bilmirəm baxmısınız yoxsa yox. Orada qaliblərin özləri də həmin hissələri vurğulayırlar. Yəni həyatınızın hər dönəmində sizin üçün xeyri çox olacaq. Və qeyd edim ki, final mərhələsindən sonra qaliblər seçilir. Təxminən əvvəlki illərdə 20, 22, 25, 28, 30 indi ildən ilə dəyişir. Amma minimum 20 olub ki, qalib seçilir. Qaliblərin hər birinə 20.000 manat məbləğində mükafat təqdim olunur və hər biri nazirin hansısa bir nazirdən öz peşəsinə uyğun bir illik mentor şəklində və yaxud qaliblərdən mentor şəklində xüsusi mentor olur və rəhbər şəxs bunu hara ki təyin olunacaqsa ora hazırlayır və idarə etmə üzrə təlimlər alır. Bu da tamamilə ödənişsizdir. Və 20.000 mükafat öz yerində, işlə təmin olunması da öz yerində. Hansısa bir müəssisənin rəhbəridir. Yarım final və finalda da çıxanlar müəyyən işlərlə təmin olunur. Düzdür, indi hamıya şamildirmi yarım finala çıxanlar? Xeyr. Orada əsas tanışlıqlar, ünsiyyətlər çox önəm daşıyır. Yüksəlişin keçid balı birinci mərhələdə 60 bal, İkinci mərhələ deməli T şkalasına əsasən, üçüncü mərhələ T şkalasına əsasən hesablanır. 4 və 5-də də həmçinin artıq qiymətləndirmə mərhələsi alacaq. Orada ballar verirlər artıq. Buyurun, hər hansısa bir sual qaldısa, hansısa hissəyə toxunmadımsa, mənə deyin, həmin hissəni də müzakirə eləyək. Yarım final test imtahanı deyil, komanda ilə işləmə bacarığıdır. Könül xanım. Buyurun gözəl insanlar, deyin suallarınızı. Yüksəlişlə bağlı hər hansısa bir sualınız varsa, deyin cavablandıraq. Ümumi müddət nə qədər olur hər mərhələ arasında? Mən bunu sizə bir cümlə ilə deyim ki, imtahandan təxminən 3 gün əvvəl, 4 gün, 5 gün əvvəl rəsmi şəkildə bunu WhatsApp qrupumuza bölüşəcəm. Rəsmi şəkildə. Çünki hər ildən ilə dəyişir. Vaxtlar da dəyişir, sualların bir də görürsünüz sayları da dəyişir. Ona görə nə etmək lazımdır? Buna baxmaq lazımdır. Bunu rəsmi şəkildə, yəni imtahandan qısa bir müddət əvvəl sizinlə bölüşəcəm. Çünki o çox xırdalığı qədərdir. Biri üçün 30 dəqiqə, arada 5 dəqiqə fasilə verir. Sonra biri üçün 15 dəqiqə, daha sonra 35 dəqiqə, arada biraz fasilə verir. Dünya görüşün proqramı, bəli, dünya görüşün proqramı var. İdarə etmə üzrə hazırlığımız var. Bizim hazırlıqlarımız ilk 3 mərhələ üzrə təşkil olunur. Ümumi bilik, analitik təhlil və idarə etmə. İndi paralel şəkildə ümumi bilik və analitik təhlilə başlayırıq. Ümumi biliyi Cahid Xasayev tədris edir, analitik təhlili isə mən tədris edirəm. Paralel şəkildə dərslərimiz başlayır. İntensiv qruplardır. Həftədə 3 dəfə olmaqla keçiriləcək. Yeni qrupumuz 1-ci, 3-cü, 6-cı gün 21:00. İkinci məntiq isə 2-ci, 5-ci bazar günü 21:00 olacaq və müsabiqəyə qədər bütün proqram tam olaraq yekunlaşacaq. Deyin suallarınızı baxaq. Bəli, baxacağıq. Şəbnəm xanım, siz gözləyin burada. Birazdan suallar üzərində keçəcəyik. Bir mərhələlər arasındakı müddəti deyim. Birinci mərhələ aprelin sonu, ikinci mərhələyə təxminən 20-25 gün vaxt qalır. Biz ona görə analitik təhlilə indidən başlayırıq. Ki, indidən başlayaq ki, bazamız olsun, artıq o 20-25 gün müddət ərzində qəbul suallarının izahlarını bir-bir baxaq. Qəbul sualına baxanda day deməyəsiniz ki, müəllim, mən diaqram işləməmişəm. Diaqramlarla işləmək bacarığımız yoxdur. Biz necə eləyək yəni? Ona görə indidən baza dərsləri təşkil edirik və sınaq imtahanını soruşdular indi. Hər bazar günü, qrupda olanlar bilir, hər bazar günü gözəl insanlar, sınaq imtahanlarımız təşkil olunur. Hər bazar. İndi arada bir bazar fasilə veririk. İndiyə qədər toplam 5 sınağımız olub və bundan sonra da müsabiqəyə qədər hər bazar sınaq imtahanları təşkil olunacaq. Yüksəliş formatındadır hər biri və bizlə hazırlaşan namizədlər üçün də tamamilə ödənişsizdir. Sözü də ola bilməz.
Bəli, bəli, rəhbər vəzifədə olan Ramin bəy, rəhbər vəzifədə olan şəxslər də iştirak edə bilər. Rəhbər vəzifədə olmayan şəxslər də iştirak edə bilər. Ümumiyyətlə, ali təhsili olan hər kəs bilsin ki, müsabiqədə iştirakı mümkündür. Sertifikat yox, elə yüksəlişin bir dənə adı bəsdir. Sertifikatlar deyim sizə. Oranın bir dənə rəsmi mərhələsini keçməyinizin sertifikatını hansısa bir iş yerinə gedəndə CV-nizə qeyd etsəz ki, mən yüksəlişin 3-cü mərhələsini keçmişəm, 3-cü mərhələsinə qədər, 2-ci, 4-cü mərhələsinə qədər gəlmişəm. Artıq yüksəlişdən məlumatı olan bir şəxs olacaq ki, sizin qarşınızda əyləşən bir şəxs. Məsələn, şəxsən mənim qarşıma bir şəxs gəlsə, fərqi yoxdur hansı sahədə, mən rəhbər olsam, mənim qarşıma gəlsə ki, desə mən yüksəlişin 3-cü mərhələsinə qədər gəlmişəm, mən avtomatik biləcəm ki, bu adamın dünya görüşü yerində, bu adam analitik təhlil bacarığını bilir və bu adam idarə etmə bacarığı var. Bu adamın zəifliyi olan hissəsi hansı ola bilər? İdarə etmədən sonraki komanda ilə işləmə bacarığı ola bilər müsahibə hissəsi. Deyəcəm, gözəl insan, get o hissələri möhkəmləndir. İdarə etmə dərslərimiz məntiq dərslərini bitirəndən sonra, analitik təhlil imtahanından sonra başlayacaq. İndidən onu təşkil etmək doğru olmaz. Qiymətlərlə bağlı zəhmət olmasa, şəxsidə yazarsınız, qiymətləri şəxsidə bildirərik. Mümkünsə əgər. Bəli, bəli, emosional zəka və situasiya mühakimə testləri hər biri deməli tədris olunur və materiallarınla birlikdə. Birinci mərhələ ümumi bilik, ikinci mərhələ isə analitik təhlil mərhələsidir. Varmı sualınız, gözəl insanlar? Bəli, bəli. Keçilmiş dərslərin hər dərsi olmaqla rekordları, video izahları sizinlə bölüşüləcək. İstənilən zaman, istənilən dərsə baxa biləcəksiniz. İstənilən bir sualınızı bizə göndərə biləcəksiniz. Yəni, məntiqdən işləyirsiniz. Hər hansı sualınız oldu, yazın mənim şəxsimə, yazın qrupunuza. Heç bir problem yoxdur. Çünki biz bu prosesdə əlimizdən gəldiyi qədər sizə dəstək olmağa çalışırıq. İşimizi elə bilirəm. Yəni, burada dərs bədərs sayıb yox. Nədirsə, çətinliyiniz birlikdə baxaq. Bəli, yarım finalda mərhələlər komanda şəklində olur. Bəli, ümumi qeydiyyatdan keçənlərin sayını da Ramin bəy paylaşacaqlar. Deməli, Hüseyin bəy yazıb ki, yüksəlişdə deyir, yüksək nəticə göstərənlərin ortaq xüsusiyyətləri nələrdir? Bunlar ən əsası mən deyərəm ki, vaxta qarşı sürətli olmaqdır. Praktika. Hər şeydən önəmli praktikadır. O qədər namizədlərimiz olub ki, sürətli olublar, amma biliyi az olub. Adam gedib keçid balını toplayıb. Amma elə adamlar da olub ki, biliyi çox olub, amma sürəti zəif olub. Ona görə həftə sonları sınaq imtahanları təşkil edirik və deməli, bu bazar, sabah yox, bürsü gün, bu bazar yox, növbəti bazar. Aprel ayının 5-i sınaq imtahanımız olacaq. Ümumi bilikdən. Növbəti bazar isə analitik təhlildən. Bəli, bəli. Təmraz bəy yazıb ki, nümunə dərs. İndi sizin suallarınızı cavablandırandan sonra analitik təhlildən fiqurlarla bağlı suallar, bir də rəqəmsala aid diaqramlarla bağlı bir neçə suala baxacağıq. Ayşə xanım, tam doğru etmişsiniz, heç bir problem yoxdur. Deməli, Hüseyin bəy, case dedikləriniz onlar yarım final üçün keçərlidir. Yarım finalın mərhələlərini inşallah idarə etməyəni keçək, orada dərs prosesində hər biri xırdalığınla bölüşüləcək. Bəli, həm bu dərsimizin, baxın, indi danışdığımız məsələlərin də rekordunu bölüşəcəm ayrıca sizlə. Plus, nədir onun adı? Dərsimizin də. İndi suallarınızı gözləyirəm ki, suallarınızı tam olaraq deyin, bitirin. Sonra isə keçək dərsimizə. Tahir bəy, mütəxəssissə iştirak edə bilərsiniz. Yüksəlişin qrupa atdığım son videosunda da göstərir ki, özləri deyirlər ki, mütəxəssislərin hər biri, ümumiyyətlə, ali təhsili olan hər kəs iştirak edə bilər. Bunu pinləyin ora bir yerə ki, qoy qalsın. Ali təhsili olan hər kəs iştirak etməsi mümkündür. Çünki kompüter arxasında əyləşən bir şəxsin belə idarə edici bir şəxs sayılırsa, o deməkdir ki, kompüter idarə edir, məlumatları idarə edir. Fikrimiz elə biləm, yəni. Adi, siz qrupda, deməli, Starsda deyirdik də,
Starsızsa, qrup nümayəndəsisinizsə, onun özü də bir idarə etmədir. Xüsusi bir rəhbər vəzifə deyil ki, onun özü də bir nə sayılır? Onun özü də bir idarə etmə sayılır. Testləri asandan çətinə doğru getməkdir. Onları da dərs prosesimizdə deyəcəm. İndidən hər birinizə uğurlar arzu edirəm. İnşallah ki, daha yaxşı nəticələriniz olar. Həm bizlə hazırlaşanlar, həm də bizlə hazırlaşmayanlar. Ümumi yüksəliş qrupumuzda qalmağınızı məsləhət görürəm. Dərsə qoşulmağınızı təbii ki, məsləhət görürəm. Ümumi sualların hər birindən də bölüşmə vaxtlardır, imtahanın vaxtlarıdır, qeydiyyat prosesidir. Sonra düşən qəbul suallarından nümunə testlərdir. Hamısını yox, bəzilərini göndərəcəm sizlə vacib olanları. Yəni ki, fərqi yoxdur. Əlaqədə mütləq şəkildə qalmaq lazımdır. Xeyr, idarə etmə təcrübəsi, bacarığınız varsa problem yoxdur Aycun xanım. Bəs onu dedik axı. Hər birinizə uğurlar yoldaşlar. İndi isə baxırıq dərslərimizə. Çox vaxt itirmədən.